atın qıc olmağı ilə bağlı video var, baxaq zəhmət olmasa. Birinci bir koluydu bax, birinci bu sol koluydu. Sonra ənki kolu da bax, belə oldu bax, axsamağı da belədir bax. Hə. Bax, aralıdan gətirmişəm də belə döyüldü. Videodan da açıq görsənir ki, və atın sahibi kömək istəyir, dəstək istəyir. Videoda atın səhhətində problem var və bunu görən atın sahibi çaşqınlıq içərisində ilkin həll kimi çəkib TikToka qoyur. Həqiqətən baxanda adam çox narahat olur. Mən də çox üzüldüm at üçün və atın sahibi üçün. Və mən girdim şərhləri oxumağa. Sözün əsl mənasında təəccübləndim ki, insanlarımızın əsas hissəsi niyə belə cahil oldu? Nə vaxt belə cahil ola bildik? Bu boyda lağlağa nədir? Yerli, yersiz, mənalı, mənasız. Oradakı şərhlərin bir neçəsini skrin eləmişəm, hal-hazırda görürsünüz. Daha bərbadları var idi. Mən sadəcə daha mədənləri seçdim. İllərdir biz sosial şəbəkələrdəyik. Instagramın vaxtında Facebook, Instagram, TikTok. Cəmi 3 dənə, Allah onların canını sağ eləsin, bizi trend eləyən, tanıdan Azərbaycanlımız var. Üzeyir, Aygün Kazımova və son illərdə Çəqayev. Bu adı çəkdiklərindən başqa sənətlə bağlı, ya idman olsun, ya tutaq ki, müğənnilik olsun, hansısa bir ixtira eləyən, dünyaya səs salanımızı göstərin də. Niyə göstərmirsiniz? Mənasız lağlağalar bizdə, mənasız oxuyanlar bizdə, mənasız vayınlar bizdə. Doludur səhifələr. Bir dənə xiyarımız əyri bitən kimi hər şey atırıq dövlətin üstünə. Vətəndaşlar, biz vətəndaşlar keyfiyyətsiz olsaq, gələcək nəsil də bu cür davam edəcək. Heç də onlar yaxşı şey gözləmir. Həmişə TikToklarda, sosial şəbəkələrdə o xarici ölkələrə baxıb həsəd aparırıq, o davam edəcək. Təkcə ölkə təzə avtobus, metro, park, binaların tikilməyi ilə, məktəblərin tikilməyi ilə dövlət olmur. Dövlətin içərisində dövləti vətəndaşlar inkişaf elətdirməlidir. YouTube-dan bu yana nə qədər blogerlər idman, pəhrizlə bağlı və digər məsələlərlə bağlı blogerlik elədilər. Baxdılar ki, lağlağadır, hamı lağa qoyur, hamı deyəndə əsas hissədir də, yəni 1-2 nəfərdən düzəlmir söhbət. Dedilər, əşi nəyimə lazımdır, qoy zəhmət çəksin, getsin zalına 100 manat versin məşqiləsini, mən onu pulsuz buradan məşqinə göstərməliyəm ki.